5 il sonra bütün rəfiqələrindən daha yaxşı yaşaya bilmək istəyirsənsə, bu deyəcəyim 5 addımı mütləq indidən atmalısan həyatında. Ən birincisi, elə indidən emosional bagajın üzərində işləməyə başla. Çünki bütün resursun həyatda nələri bacaracağın birbaşa sənin daxili aləmindən asılıdır. İçində, daxildə nəsənsə çöl dünyanda da onu yaradırsan. İkinci ən önəmli addım, elə indidən sosial normaları kənara qoyub da həqiqətən sevdiyin sahə nədir, o sahədə yavaş-yavaş hansısa bir addımlar atmağa başla. Və əgər sən indidən artıq sevdiyin sahədə işləyirsənsə, öz işlərinə başlamısansa, o zaman iş qurmağa yatırımlar etməyə başla. Yavaş-yavaş da olsa ilk müştərilərini götürməyə başla. Çünki sosial normalar bəzən bizə hansısa işdə işləməli olduğumuzu deyir, amma əslində digərlərindən daha öndə olmaq istəyirsinizsə gələcəkdə, yavaş-yavaş kənarda da olsa öz biznesinizi qurmağa başlamalısınız. Üçüncü ən önəmli addım sərhədlərini qorumağı və yox deməyi öyrənməyə başla. Ola bilər ki, rəfiqələrin yaxşı qız obrazındadırlar, hələdir yox deyə bilmirlər. Onlar hamıya bəli baş üstə, ay qorxuram, bu cürə davranırlar. Amma sən onlardan seçilməkdən qorxma. Onların yanında başqa cürə görsənməkdən qorxma. İndidən sərhədlərini qoru. Yox de sənə uyğun olmayan situasiyalara, sənə uyğun olmayan insanlara. Dördüncü ən böyük addım və bir qadın üçün ən önəmli olan bir şey hormonlarına fikir verməyə başla. Hormonal sağlamlığın üçün at bütün addımları, hormonlarına balaca uşaqların kimi davran. Fikir ver, səni kortizol səviyyəninə qaldırır. Öyrənməyə başla artıq progesteron nədir? Öyrənməyə başla bədənində serotonin hormonunu necə artırmaq olar? Bütün bunlar sənin daha xoşbəxt bir qadın olmağına gətirib çıxaracaq. Ola bilər ki, rəfiqələrin davamlı kortizolun içərisində yaşayır, davamlı aqressiyalarını bastırır, davamlı nəyəsə əsəbləşirlər, davamlı stresslənirlər. Amma sən indidən kortizol səviyyənin üzərində, hormonların üzərində işləməyə başlasan, inan mənə, gələcəkdə 3 il, 5 il sonra, hətta deyərdim ki, 6 ay sonra belə rəfiqələrindən çox-çox daha yaxşı yaşamağa başlayacaqsan. Beşinci ən önəmli addım isə özünə bir mentor və yaxud da coach bəlirlə. Biz çox zaman rəfiqələrin ortamında onlardan məsləhət almağa yönəlirik. Çünki çox zaman rəfiqələrimizin timsalında öz anamızı axtarırıq. Amma əslində rəfiqələrdən aldığımız məsləhətlər bizi geriyə çəkər. Və sonda bir bonus taktika isə lüks auranı yaratmağa başla bugündən. Kərpiç həyatını dizayn etməyə başla. Bunu necə bacara biləcəyini isə 1, 2, 3 avqust tarixlərində tamamilə ödənişsiz keçirəcəyim marafonda sizlərlə bərabər mən izah eləyəcəyim. Hər birini dərinə şüuraltı praktikalarda işləyəcəyim. Ona görə də aşağıda Prime sözünü yazırsınız. Bu ödənişsiz marafona qatılmağı da qaçırmırsınız. Hər bir fürsət dəyərləndirmək həqiqətən yaxşı yaşamaq istəyən bir qadının ən önəmli həyat strategiyası olmalıdır. Hər birinizi gözləyəcəyim.